Hamıya salam əziz dostlar. Bugün mən Cavidan yenidən sizinlə Promen kanalından hardayıq? Grand Moto'da. Grand Moto'da bugün sizlər üçün yeni bir Dayun videosu gəlir inşallah. Başqa modellər istərsinizsə onları da çəkərik bu yaxınlarda. Şimdi 2450 manatlıq eksklüziv qiyməti ilə Dayun DY16D. Pandanın balaca qardaşı. Nəzərinizə çatdırım ki, heç bir sponsorluq yoxdur. Yəni burada gördüyünüz məlumatlar tamamilə reallığı əks etdirir. Dayun D200 videosunda da olduğu kimi, burada dediyim kimi, qardaşımız bir şey sizə məsləhət görməz. Burada bax, gözəlliyə bax. Qarası da gözəldir, söhbət yox. Amma qırmızısı bir başqadır ya. Qırmızısı belə lap gözəldir. Baxaq belə. Əla. Qırmızısında da gördüyümüz kimi sadə lampalardır. Burada powerlinklərimiz LED-dir artıq. Ön kırlamız dəmirdəndir. Dugası üstündə hazır gəlir. Dayun modellərin demək olar ki, hər birində Dugas üstündə gəlir. Bu da çox gözəldir. Əlavə xərcdən bizi xilas edir. Həm də motosikl aşırdıb eləyəndə əlavə bir xərcə düşmürük. Motoru yəni qoruyur bloku. Biraz eskorta oxşuyur oturuş tərzi ilə falan. Rulu tutuşu ilə, yəni öz rahatlığı ilə öz sözünü deyəcək bir modeldir. Mənim fikrimcə də falan çox rahatdır, çox yaxşı gəlir mənə. Görək buradan çəkilişimiz gedir. Aha, gedir. Ləzzətli bir şeydir deyim sizə. Ya eskortda necədirsə oturuş eyni qaydadadır. Yəni bilənlər üçün deyim. Arxa quyruğu da dəmirdir, amma belə qəşəng, maraqlı bir şeydir. Bu da dəmirdir. Arxada LED-dir. Powerlinklərimiz də LED-dir. Sadəcə elə qabaq işığı demək olar ki, bunun sadə lampadır. Arxa təkərimiz falan hər şey öz qaydasında görsənir. Şporları ilə falan. Yaxşıdır, yəni 2450 manata başqa nə verirlər ki? Buna sadəcə və sadəcə rəqib olaraq deyə bilərəm ki, Minsk D4 almaq olar, amma o da necə? Klassik sevənlərin, rahatlıq sevənlərin modeli məncə budur. Can rahatlığıdır, yəni motosikletdə artıq heç nə yoxdur. Vallahi mən sizə deyim, mən bu Dayunun yəni 2450 manata nə verirlər? Demək gördüyümüz kimi əziz dostlar, burada sadə aporlu sistem öz xərclərindən sizi xilas eləmək üçün. Arxa barabandır. Düzü başa düşürəm 2450 manatdır. Yəni gördüyünüz kimi DY200 də arxada da apornu var idi. Bunda səbəbi nə idi? 3300 manat idi. Yəni bunu da apornu eləyib gətirmək Grand Moto üçün çox sadə bir şey idi. Yəni böyük bir maliyyət deyildi. Sadəcə alıcıları nəzərə alaraq qiymətin daha münasib olması üçün 2450 manat, yəni qiymət həqiqətən bu motosikl üçün çox azdır da. Yəni bu motosikl 2450 manata alıb sürməyə dəyər bir şeydir. Burada sadəcə indi belə bir şey deyiblər, yəni o da ki, maliyyət baxımından daha ucuz olsun deyə motosikl. Yəni bu da başa düşülən bir şeydir. Bunu başa düşmək olar. Perivoru falan standart bildiyimiz perivordur. Burada gördüyümüz kimi yanacaq, öz qaydasında taxometr, sürət 140-da dirənir, deməli trip 1 var deyək, ümumi kilometraj. Burada da skoruslar göstərir 1-dən 5-ə qədər, neytral işığı, pavorotnik, dalni, pavorotnik yəni. Açarı falan da belə bir maraqlı bir açarı var. Cip bıçağına oxşu. Burada da bizim bu çox sevdiyimiz miqat düyməsi buradadır. Xrom güzgüləri olsun. Xrom işləmələr ümumiyyətlə motosikildə çoxdur. Yəni gözə çarpacaq bir motosikildə, adi gün işığında və yaxud da qapalı bir məkanda yüngül bir işıq düşən kimi motosikl özün gözə belə, necə deyim sizə, salır. Yəni nəzər yetirməmək buna mümkün deyil. Sidenkası falan belə qəşəngdir ya. Bax, tızdırırsan bir dənə qaqaşı burada, özü ilə aparsan, nə bilim, hansısa bir rayonunuzda da gəzməyə. Üstörtülü danışıram. Bakın krişkası falan. Hər şey öz qaydasındadır. Motosikildə artıq əski bir şey yoxdur. Amortizatorlarımız gördüyünüz kimi, yəni bu çox nazik deyil. Qalınlığı məncə kifayət qədərdir. Qarşıdan dəyən udarlarda və yaxud da başqa bir maneələrdə sizi tamamilə yumşaq və rahat şəkildə idarə eləyəcəyinə əminəm. Arxa amortizatorlarımız da təbii ki, bir klassik motosiklet olduğu üçün klassik motosikletlərə xas olaraq arxada idarə olunan, yəni regulovka olunan, yumşaq, möhkəm, alçaq, yəni bu idarə olunan bir sərtliyi var. Bax, bu qədər əngəbədən keçirəm, hə? Kamerada ola bilər ki, hələ GoPro-nun özün stabilizatoru var da. Biraz nəvim aşağı yuxarı eləsin, amma Sidenkada dinən nəsə var, qardaş. Deyi var. Bundan da bir iki sent atladaq. Ürəyimizdə qalmasın.
Təbii ki biz burada öz kodlamaq üçün ayaq noşqamız görək. Yağımız nə qədərdir? 1.2 litr gedir buna. Yağ olaraq bu motora 1.2 litr yağ gedir. Təksibəcə 5 skorus, karburatoru, hava soyutmalı. Yəni dayının blokun keçən videoda məncə izah eləmişdim. Artıq bir daha izah eləməyə ehtiyac yoxdur. 150 kubluq öz blokudur. PZ27 karburatorla. Yəni qəşəng gedəcəyinə inanıram məncə. Yəni bu geri qalacaq bir motosikl deyil. Bir də sizə dostlar bir şey deyim ki, motosikl DY200-də olduğu kimi çox səssiz və sakit işləyir. Həqiqətən çox səssiz işləyir. Onda çox xodlanır. Nəzərinizə çatdırırım ki, yenə korobkamız 1, 2, 3, 4, ta 5-ə qədər hamısı aşağıdır. Ataq birinci skorsa, motor soyuqdur. Amma yenə də qardaş, drajeni deyilən şey söhbət belə gedə bilməz. Nə drajenisi? Drajeni var bunda qardaş. Heç nə də yoxdur. Motosiklet can rahatlığıdır. Atırsan 2-yə. Valla mən elə bilirəm ki, heç motor işləmir. Qardaş, bəlkə toklandır, bu benzinlə deyil. Bruşiterdəki standart. Bax qardaş. İçin falan göstərim sənə. 2 günlük bruşiter deyil. Yəni bunu rahat bir şəkildə dağıda bilmərsən də. Nikkel işləmələri ilə falan əladır. Ayaq tormuzu beləncə olmağı, bax, mən sizə bir şey deyim. Çox gözəl fikirləşiblər bunu. Bu da nə üçün deyirəm? Nakladka azalana yaxın, sən buradan bax, nakladkanı reglovka eləyirsən də, düzdür. Nakladkanı çəkirsən qabağa, elə döngələr olur ki, nakladka qutarına yaxında, deyək ki, 400-cü ki, 5-ci kilometrə gedir, 5000-ci kilometrə. Nakladkanı dəyişməyə vaz qalıb, dəmir bax belə yumru gəlir. Ayağını basırsan döngədə, dəmir sürtür yerə. Bunda çox bax, gözəl fikirləşiblər ona. Altın düz eləyiblər ki, döngələrdə falan neynəsin, sürtməsin yerə. Burada belə bir, yəqin ki, bu krişka açılandan zordur. Burada əminəm ki, dayının öz əlavə atar dəsti var. Əlavə olaraq sizə deyim ki, yenə 5 skoruslu motosikletimiz karburatordur. 5-i də aşağı pillədir. Yəni 1-dən 5-ə qədər hamısında skorusları aşağı atırsan. Zətli bir şeydir. Korobkası bax 1, 2, 3. Bax dayanmışam, düz sürət yəni dayanmağa bərabərdir. 3, 2, 1. Rahat şəkildə. Priborun göstərim sizə. Bir daha işıqları ilə falan. Gözəl led işıqları var. Priborun içində ən azından sarı işıq qoymayıblar. Bunun özü çox gözəl bir şeydir. Powerniklərini göstərim mən sizə. Powernikləri falan öz qaydasında. Gündüz ön ledimiz. Qəşəng fikirləşiblər, maraqlı görsən motosikl. Deməli, bir dənə də işığını yandıraq. Powerniki söndürək. Bu da sizin üçün gündüz işığı. Normaldır, hər şey qaydasındadır. Dediyim kimi sidenkası, burada bir dənə boltun sumkasını bağlayırsan, sürürsən qardaş şəhərçi, sənə lazımdır bundan artıq. İndi bir dənə də çıxardaq motosiklə çöldə test drive eləyək. Korobkasından, sürüş effektivliyindən sizə biraz bəhs edək. Deməli, əziz dostlar, çıxmışıq hal-hazırda dayın DY150-ni test drive eləməyə. Oturaq üstünə, oturuş hissiyatından danışaq sizə. Oturuş hissiyatı falan çox rahatdır, çox yaxşı gəlir mənə. Görək buradan çəkilişimiz gedir, aha gedir. Ləzzətli bir şeydir deyim sizə. Yəni, Escortda necədirsə oturuş, eyni qaydadadır. Yəni, bilənlər üçün deyim. Zamokumuzu açaq, açıq bağlı düyməmiz öz yerində. Mən nahaq məncə heç qaz verməzdim. Yəni çox rahat xoddandı. Yəni bu avtostartdır. Nədir bu? Sadəcə bir düymə niyə bu qədər rahat işləsin ki? Bir dəfə vurursan və motosikl anındaca xodlanır. Nəzərinizə çatdırırım ki, yenə korobkamız 1, 2, 3, 4, ta 5-ə qədər hamısı aşağıdır. Ataq birinci skorsa, motor soyuqdur. Amma yenə də qardaş, drajeni deyilən şey söhbət belə gedə bilməz. Nə drajenisi? Drajeni var bunda qardaş. Heç nə də yoxdur. Motosiklet can rahatlığıdır. Atırsan 2-yə. Valla mən elə bilirəm ki, heç motor işləmir. Qardaş, bəlkə toklandır, bu benzinlə deyil. Bax, bax, bax. Səs, küy. Artıq bir dənə şey yoxdur motosikletdə. Başa düşürsən belə. Valla mən sizə deyim,
Mən bu dayının yəni 2450 manata nə verirlər? 2450 manata, 2500 manata, yəni 0 kilometrdə həqiqətən deyirəm, yəni sözümə ciddi sözümdür. İnanmayan varsa, gəlsin qardaş Grand Motoya, baxsın, özü öz gözləri ilə şahid olsun ki, mən nə demək istəyirəm də, baxsın görsün ki, Cavidan Promen səhifəsində bu motosikleti çəkəndə niyə bu qədər tərifləyib. Qardaş yumuşaq, rahat, korobka nə bilim çox rahat, çox yüngül. Can rahatlığıdır. Bax bu qədər əncəbədən keçirəm hə. Kamerada ola bilər ki, hələ GoPro-nun özünün stabilizatoru var da. Biraz nə bilim aşağı yuxarı eləsin, amma Sidenkada dinən nəsə var qardaş. Can rahatlığı. İkinci skorusda normal şəkildə gedir, qaz verirsən. Necə bir şeydir. İndi boşluğa çıxaq, biraz qaz verəcəm sizin üçün. Yəni yolda öyrə ha. Qardaş, ləzzətli bir şeydir. Korobkası bax 1 2 3. Bax dayanmışam da, sürət yəni dayanmağa bərabərdir. 3 2 1. Rahat şəkildə. Qardaş. Gəl al, sür, kef elə. Klassik modellərdə, klassik motosiklet modellərində 2450 manata belə bir şey yoxdur. Mən deyirdim ki, öz aləmimdə 2400 manata Minsklə TVS-in o 110 kubundan yalandır. Onlardan başqa motosiklet yoxdur. Amma həqiqətən də bunu sürəndən sonra baxırsan ki, qardaş, kim deyirmiş ki, yoxdur. Qaz da verirəm, qardaş. Alo. Keçən səfər videoda demişdim, yenə deyirəm. 2450 manata belə bir motosiklet satan varsa, şəhərdə, Bakı şəhərində, ümumiyyətlə 2400, lap 2500. Gəlsin göstərsin ki, qardaş, mən bu modeli satıram 2500 manata. Bunun bax, özəlliyi elə, dizaynı belə, gözəlliyi belə. Bu cür gözəllik söhbət eləmirəm, amma bu cür bax, rahatdır, ondan sonra canım sizə desin, komfortludur. Gəlsin, baxsın, desin mənə ki, qardaş, sən səhv eləmirsən, gəl bəs bizim motosikletimizi də çək. Bizim motosikletimizi çəkəndən sonra sənin fikrin tamamilə dəyişəcək. Yəni, gözəldir, kukla kimidir motosiklet. Adama necə deyərlər, ləzzət eləyir. Bu ilə həqiqətən çox rayonlar gəzmək olar, rahatlığına görə deyirəm. Əla. Bir daha Grand Moto və Rövşən bəyə öz köməkliklərindən ötürü çox sağ ol deyirik. Grand Moto personalına da çox sağ ol deyirik ki, əziyyət çəkdilər bizim üçün, köməklik göstərdilər.